Çəpənəsi kəndi ilə Talıblı kəndini birləşdirən körpü sınmış vəziyyətdədir. Vətəndaşlar əziyyət çəkdiklərini bildirirlər. Heç bir yerə çıxışları yoxdur. Dünən də qardaşım, atam arabanın altında qalmışdı, dərman lazım oldu. Apteka getdi, geri gələndə su daşdı, atdı zadı, açdı, getdi. Kəndlə əlaqəmiz kəsilib, uşaqlarımız məktəbə gedə bilmir. Biz bugün Qafqaz Türk Media olaraq Bolnisi Bələdiyyəsinin Çəpənəsi kəndindəyik. Çəpənəsi kəndi ilə Talıblı kəndini birləşdirən körpü sınmış vəziyyətdədir. Vətəndaşlar əziyyət çəkdiklərini bildirirlər. Heç bir yerə çıxışları yoxdur. Qeyd edək ki, onlar bir neçə yerə müraciət etdiklərini bildirsələr də heç bir nəticə olmadıqlarını bildirirlər. Redaksiyamıza məlumat daxil oldu ki, Çəpənəsi ilə Talıblı məhəlləsini birləşdirən və Poladauri çayının üzərində olan yeganə körpü uçub. Qafqaz Türk'ün çəkiliş qrupu olaraq hadisə yerinə getməyi qərara aldıq. Kənd əhalisi ilə görüşərkən keçən yazın daşqınları dövründə körpünün uçduğunu, bələdiyyə rəhbərlərinin körpü məsələsinə diqqət yetirmədiklərini öyrəndik. Körpü haqda gəlin Talıblıların dediklərini dinləyək və körpüdə hansı zülmlərlə üzləşdiklərini görək. Bugün bizim faciəli bir günümüzdür. Demək olar ki, bir ildir biz bu faciə ilə üzbəyüzük. Kəndlə əlaqəmiz kəsilib, uşaqlarımız məktəbə gedə bilmir. Nə vaxt polisə gedirik, şikayətimizi eləyirik, bizə gəlib baxan yoxdur, bu əziyyətləri çəkirik. Dünən nə günlər çəkdik, bir cavan oğlanımız at arabasından suya düşdü, at öldü, uşağı zorla çıxartdıq, belə bir işlər oldu. Çox böyük bir təhlükədir, xahiş edirəm bizə kömək elə. Biz çox pis vəziyyətdə qalmışıq, heç bir tərəfə çıxışımız yoxdur. Pusaq bir xəstəmiz olsun, skora gəlmir, zəng eləyirik, nə o skora gəlir, nə bir şey gəlir, bizə kömək eləmirlər. Nə deputatımız maraqlanır, nə siyasətimiz maraqlanır, nə rayondan bir adam gəlib bizlə maraqlanmır. Qalmışıq bax bu vəziyyətdə 10 gündür, 20 gündür, 70-80 məktəb uşağı məktəbə gedə bilmirlər. İşə gedə bilmirik, mağazinimiz yoxdur. Bax nə vəziyyətdir. Gəlsin bizlə maraqlansın. Budur görürsünüz siz də hamımız qalmışıq suyun içində. Pis vəziyyətdir. Gəlsin bizə kömək eləsinlər. Dünən mənim idi at. Anam gil arayır, xəstədir. Özləri də bilirlər, Bolnisada, polisdə dərman lazım idi. Getdim onu almağa, keçdim, su az gəlirdi. Geri gələndə keçən moment su çoxaldı, dərman da axdı, atım da öldü, özüm də xeyli axdım. Çıxartdılar bölüm uşaqlar. İndi biz istəyirik ki, bizim körpüyü düzəldərlər, dövlət. Düzəldə əziyyət çəkirik. Nə ölü yerinə gedə bilirik, nə xəstəmiz olur, nə skora gələ bilir, heç nə də gələ bilmir. Belə darda qalmışıq. Bizim əmimgillər dedikləri kimi bir ildən artıqdır ki, bizim keçişimiz, gəlişimiz yoxdur. Dünən də qardaşım apteka getdi, geri gələndə su daşdı, atdı zadı, açdı, getdi. Zorla qardaşımı xilas elədik, atmış arabamız bütün axda getdi. İndi xahiş edirəm sizlərdən, bizlərə kömək eləyin. Uşağımız məktəbə gedə bilmir, nə bilim, işə gedə bilmir, gücə gedə bilmir, bağlıdır. Hər tərəfimiz bağlıdır. Təcili yardım çağırırıq, atqaz gedirlər ki, siz tərəfə gediş yoxdur. Xahiş edirəm, kömək eləyin bizlərə. Ümid edirik ki, məsələyə daha ciddi yanaşılacaq və körpü tikilərkən lazımi faktorlar nəzərə alınacaq.